Sentyabr ayı üçün bürclərin maddi vəziyyəti haqqında proqnozları təqdim edirəm. Hər biri üçün ümumi təhlil və qısa maliyyə məsləhəti də əlavə olunub. Qoç, sentyabrda maliyyə məsələlərində diqqətli olmalısınız. Gözlənilməz xərclər çıxa bilər. Pul idarəsində mühafizəkar yanaşma uğur gətirəcək. Məsləhət, qənaət etməyə fokuslanın və planlaşdırılmamış xərclərdən uzaq durun. Buğa, maddi sabitlik davam edir. Daha çox qazanmaq üçün yeni imkanlar doğacaq. Əmlak və uzun müddətli yatırımlar üçün əlverişli zamandır. Məsləhət, risk etmədən gəlirinizi artıracaq sahələrə yönəlin. Gəlir və xərclər arasında tarazlığı qorumaq çətinləşə bilər. Borc məsələlərinə diqqət edin. İşgüzar danışıqlarda pul məsələlərini aydınlaşdırın. Məsləhət, büdcə planı qurun və əlavə xərcləri azaldın. Sərçəng, sentyabr sizin üçün maliyyə baxımından sabit dövrdür. Lakin emosional qərarlardan qaçmaq vacibdir. Bəzi ailə xərcləri arta bilər. Məsləhət, pulunuzu yalnız ehtiyaclara xərcləyin, hisslərlə hərəkət etməyin. Gəlirinizdə artım mümkündür, xüsusilə yaradıcılıq və fərdi bacarıqlarınız sayəsində. Amma lüks xərclərə qarşı diqqətli olun. Məsləhət, qazancınızı israf etmədən ehtiyat fonduna yönəldin. Maliyyə sahəsində düzənli və praktik yanaşmanız sizə üstünlük qazandıracaq. Kiçik, lakin stabil gəlirlər sizi rahatladacaq. Məsləhət, xırda xərcləri də qeydə alın və hər qəpiyin hesabını bilin. Tərəzi, bu ay xərcləriniz gəlirlərinizi ötə bilər. Sosial həyat və xarici görünüşlə bağlı alış-verişlərə meyliniz arta bilər. Məsləhət, büdcənizə uyğun davranın və özünüzə alış-veriş limiti təyin edin. Əqrəb, yeni gəlir mənbələri tapmaq üçün güclü bir enerji var. Sentyabrda yatırımlar və gizli qalan imkanlar önə çıxacaq. Məsləhət, pulunuzu özünüzə deyil, gələcəyə sərf edin. Əlverişli iş təklifləri və tərəfdaşlıqlarla qarşılaşa bilərsiniz. Maliyyə artımı mümkündür, amma xərclərə də diqqət edin. Məsləhət, gəliri artırmaq üçün çevik olun, amma hər kəsə etibar etməyin. Oğlaq, zəhmətinizin qarşılığını almağa başlayacaqsınız. Pul axını artacaq, lakin məsuliyyətlər də çoxalacaq. Məsləhət, maliyyə planlarınızı uzun müddətli hədəflərlə uyğunlaşdırın. Dolça, sentyabrda maliyyə baxımından dəyişkənlik ola bilər. Xüsusilə texnoloji və yaradıcı sahələrdə qazanc imkanlarınız var. Məsləhət, qeyri-ənənəvi gəlir yollarına açıq olun, amma detalları araşdırmadan qərar verməyin. Balıqlar, əvvəlki zəhmətinizin bəhrəsini maddi baxımdan ala bilərsiniz. Qazanclar sabit olacaq, amma ehtiyatla hərəkət etmək önəmlidir. Məsləhət, əldə etdiyiniz gəlirləri saxlayın və emosional xərclərdən çəkinin.